بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين. الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهرين لا سيما بقية الله في الأراضين روحي وأرواح العالمين لمقدم ترابه الفداء ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد. اللهم وفقنا لما تحب وترضى. Bugünkü İslam tarixinin 19-cu dərsində bəhsimiz Hicrətin 3-cü ilində baş verən hadisələrdir. Bədr müharibəsindən sonra, qəzvəsindən sonra Qəzvə-i Ətəfan ki, o kəslər ki, Bədr müharibəsinə görə əhdlərini sındırmışdılar, əhd peymanların Mədinə ətrafında onlarla Peyğəmbər Əkrəm müharibəyə qalxdı. Tarixdə yazıb 450 nəfərlə bu müharibəyə getdi. Ondan sonra Səriyyə-i Qərdə və Qəzvə-i Nəcran hadisələri Nəcran o əhalisi ilə baş verir. Və o ki, dedi ki, ixtilaflıdır, bəzi rivayətlərə görə də Hicrətin 3-cü ilində İmam Həsən əleyhissalatu vəssalam dünyaya gəlir. Çünki o Hicrətin 1-ci ilində ailə qursalar, o tarix səhih olsa 2-ci ilin. 2-ci ilindəki tarix əgər səhih olarsa, 3-cü ili İmam Müştəba əleyhissalatu vəssalam dünyaya gəlir. Ondan sonraki Hicrətin 3-cü ilindəki hadisələrdən biri də İslamda əhli kitabdan cizyə vergisi alınır. Cizyə vergisi nədir? Əhli kitab təyin olunmuş miqdarda İslam dövlətinə, İslam hakiminə məvacib ödəyirlər və bunun müqabilində onlar əmniyyətdə, İslam ölkəsində əmniyyətdə yaşayırlar. Onlar da əskərlik onlara vacib deyil. O, müsəlmanlar öz canlarını qoruduğu kimi onları da qoruyurlar. Bu verilən vacib cizyənin müqabilində və onlar da bu şeyin müqabilində müsəlmanların hökumətindəki yaşayırlar. Bu ki, cizyəni, vergini ödədilər İslam hökumətinə. Bunlar İslam hökumətində zahirdə hər bir qaydalar ki var, qanunlar ki var, bunlar onlar suda tətbiq olunur və onlar bunu ilə müsəlmanlarla ticarət edə bilərlər, müsəlmanlarla hər cür münasibətlərdə ola bilərlər. Ondan sonraki hadisə ki, Hicrətin 3-cü ilində baş verir, Həzrəti Rəsul 2-ci xəlifənin qızı Həfsəni Hicrətin 3-cü ilində alır və Hicrətin 3-cü ilində tarixlərdə var ki, əksər qəbilələr bu ildə Mədinə ətrafında xüsusilə İslam Peyğəmbərinin dinini qəbul etməyə başlayırlar. Önəmli hadisələrdən biri də Hicrətin 3-cü ili baş verir. O da Uhud müharibəsidir. Allah sizlərin hamınızla qismət eləsin həcc ibadəti. Mədinədə kənarında bir Uhud məntəqəsi var. Orada bir dağ var, Uhud. Bu Məkkə müşrikləri ki, gəlmişdilər, Bədr müharibəsində uduzdular və suları süzülə-süzülə qayıtdılar Məkkəyə. Bunlar əhd elədilər ki, biz müsəlmanları bir yolla məhv edəcəyik. Neynəməyək? Bunlar Uhud müharibəsinə, Mədinənin kənarındakı bu Uhud ərazisinə gəlirlər, çatırlar. Təxminən Uhud dağı, bu Uhud məntəqəsi Mədinədən bir fərsəx aralıdır. Bir fərsəx bizim təxminən 6 kilometrə yaxın, 5,5 kilometr bu həddədir.
İslam Peyğəmbəri və bunların sayı 5000-dən çox da nəql edənlər olub, 3000-dən çox da nəql edənlər olub. Qərəz, ən aşağısı 3000 yazıblar, yəni o da 3000 yox, 3000-dən çox yazıblar. Bunlar böyük bir ordu ilə gəlirlər. Və əcib bir şeydir ki, indiki bu bəzilərində cihad nikahı ki görürük, o məlum olur ki, Məkkə müşriklərində olur. Məkkə müşrikləri hətta bunlar üçün rəqqas və bu əxlaqsız bir məsələ içində xüsusi qadınlar getirirlər bu döyüşə. Yəni, bunlar döyüşdür, həvəsli olsunlar, döyüşsünlər, ki, İslamı və İslam Peyğəmbəri ilə İslamı elə bir ki, bunların fikrində beşiyindəcə boğsunlar. İslam Peyğəmbəri yazırlar 1000-ə yaxın, təxminə 1000-ə yaxın, 1000 olmazdı, 1000-ə yaxın 900 radələrində 900-cü ədəd insanla gəlir həmin Ühud tərəfə. Bunlar Şəvval ayının 5-i 4-cü gün, cümə axşamı günü gəlib çatırlar müşriklər həmin yerə. Və İslam Peyğəmbərinə bu xəbər çatır. İslam Peyğəmbəri onun səhəri gün, Şəvvalın 6-sı cümə namazını qılır Mədinədə və cümə xutbəsində cəmaatı müsəlmanları səsləyir cihada. 1000-ə yaxın insan İslam Peyğəmbərinə bağəm gəlir. Yolda münafiqlərin böyüklərindən olan Abdullah ibn Übey ibn Səlul, məl'un, cəmaati, xüsusən öz qəbiləsin bu aldada bilir və deyir ki, yox, bu Peyğəmbər bizi aparır, bunlar bizi mühasir edib öldürəcəklər. Biz gəlin qaydaq, neyniyək? Mədinənin içindən qoruyaq. O cür aşkarda döyüşə girmək düzdür. Diqqət edin, kimlərə deyildi münafiq? Hamı da bunu münafiq kimi tanıyıraq. Yəni, bunu istər əhl-i sünnət alib, İslam Peyğəmbərinin sözünə qəbul eləməyib, öz rəyini İslam Peyğəmbərindən, rəyindən qabaqdan. İslam Peyğəmbərinin rəyini, İslam Peyğəmbərinin şəxsi nəfsani rəyi kimi qəbul edən. Diqqət edin, tarixi yendidirən Məlik Məmməd nağılı kimi oxumuruq. Tarixi bunun üçün oxudur ki, hər bir hərəkətdən öz həyatımız üçün ibrət getirək. Bəs bu şəxsi münafiq deyilirsə, yəni əgər bugün bizdə bu zürüksə, nədir? Münafiq. Cəhənnəmdə əsfəl-i safilin ən alçaq yer onlardır. Və 300-ə yaxın təxminən insanı qaytarır bu. Fitnələ, zatla, yox, biz dövdür. İslam Peyğəmbəri gedəndən sonra da yaşamağın nə mənası? Nə İslamdan dən vuracaqsan sən? Nə din? Sən buna mənim din qəbul eləməklə. Bəzi insanlar var ki, maraqları dini nə qədər ki, bunların maraqları ilə üst-üstə düşürsə, onda bunlar dindar kimi, dinə sahib çıxanlar kimi görsən. Elə ki, gördülər din, bunların maraqları ilə bəzi yerdə üst-üstə düşmədi, bunların iç yüzləri açılır. O cümlədən bu. Bu birinci məsələ. İkinci məsələ, İslam Peyğəmbəri Abdullah ibn Cübeyrin vasitəsi ilə 50 nəfər, yaxın adam, bəzi tarixlərdə 45 nəfər nəql olunur, Ühudun arxa tərəfindən ətəyinə oxçular qoyur ki, əgər düşmən arxadan hücum edir, düşməndə kişilik yoxdur ki, əgər bunlar nakişilik eləsələr, arxadan hücuma keçsələr, siz onlara cavab verin. Bu, İslam Peyğəmbərinin həm də döyüş taktikasına, bir dövlət başçısı kimi idarəçi olmasına, bir taktikaları yaxşı bildiyini göstərən əlamətdir. Amma təəssüflər olsun, bir adam hər şeydə yaxşı olsun, ətraf, əksəriyyəti, İndi Ühud müharibəsinin uduzulma səbəbini deyəcək. Biri ki, biz dedik, o Ühud müharibə ortada münafiqlər 300-ə yaxın qayıtdılar. İkinci, bu 45 nəfər ki, 50 nəfər deyək ki, təyin olunur, qoyulur.
Çox təəssüflər olsun ki, Uhudda döyüş 2 gün çəkir. 2 gün. O biri gün ki, Uhudda arxa tərəfdən ki, gəlirlər qoşun, özü də bəzilərində Cahucalarla yad elədiklər Xalid ibn Urvə, Xalid, bu Xalid arxadan hücuma gedib, sonradan bu sahabə adlanır. Bu, elə ki, birinci Uhudda, birinci mərhələdə müsəlmanlar qələbə çalmışdılar. Birinci mərhələdə müsəlmanlar Uhudda qələbə çalmışdılar. Hətta müşriklər qaçmışdı. Bunların ümidləri həmin Xalid ibn Vəlid idi. Həmin Xalid ibn Vəlid ki, arxadan hücuma keçsin, ta bu tərəfdən, bunlar da bu tərəfdən mühasirə halına. İslam yolunda müşriklər başlar, İslamda qaçanı qovmazlar. Rəmizdir. Çünki İslamın kişilik dinidir. İslam Peyğəmbərin dedi, işimiz yoxdur. Getdilər meydan, döyüş meydanına başladılar. Döyüş bizim xeyrimizə həll oldu. Çox gözəl. Sizlər qənimətləri toplayın. O 45 nəfər diqqət edin, iman zəifliyinə, Peyğəmbərə etibar eləmədiklərinə görə, etimad etmədiklərinə görə, Peyğəmbərin ədalətinə yəqinliyi olmadıqlarına görə. Yəni, bu ki, iman zəiflikləri bu şeylərdir ki, bunlar da cəm oldu. Biraz da dünya gözlərində böyüdü, bunların ahirəti unutdular, Allahı unutdular. Dedilər, vay, bunlar yığırlar müsəlmanlar. Biz də gedək. Biz gelməsək, bizi nə qənimət çatacaq? Çünki kimlə getirdi o? Daha bilmirlər ki, Peyğəmbər var, başçı var, rəhbər var, imam var. O sonra özü böləcək bu qənimətləri. Bu zülm dövləti deyil ki, kim nə getirdi onundur, kim nə qədər getirdi onundur. İslam Peyğəmbəri ki, onlara özü göstəriş vermişdi ki, ta mən sizə əmir verməmiş, oradan düşməyəcəksiniz o ətəkdə. Heç İslam Peyğəmbərinin o sözlərinə hal qoymadan, döyüşün birinci mərhələsi sona yetən kimi, bunların da bir hissəsi qənimətə görə qaçdılar. Abdullah ibn Cübeyr nə qədər səslədi ki, bunlar cəmi cümlətin gözünə 5-6 nəfər yanında adam qaldı. 5-6 nəfər yanında adam qaldı, arxadan Vəlid ibn Xalid ibn Vəlid məlun hücuma keçir və gəlir arxadan, hətta Abdullah ibn Cübeyrin özünü və ətrafındakiləri şəhadət yetirir və arxadan müsəlmanlara hücum. Arxadan hücum eləyəndə qaçan müşriklər onlar da qayıdır, o orduda qayıdır. Həm bu tərəfdən bir ordu, həm bu tərəfdən. Bu ki, bunlar ki qayıdırlar və müsəlmanları və bunlar əvvəlcədən böyük bir taktika ilə gəlmişlər düşmən. Düşmən, diqqət edin, bu taktika hər zaman, indi də var, keçmişdə də olub, gələcəkdə də olacaq. Tez birincisi udmaq üçün şayiə. İndidir ki, bu telekanallar və yəni informasiya təbliğatı bu özü bir döyüşdür bu dəqiqə. Soyuq müharibə deyərlər buna. O zamanda televizor yox, bir şey yox, internet yox. O zamanda öz çərçivəsində. İndinin öz çərçivəsi var, bu şeylər həmişə çox diqqətli olaq. Hər bir xəbər gəldisə, xüsusən falsıqdan, bura analizin bir araşdırmadan onu qəbul eləməyək. Bu bir. İkinci bir məsələ budur ki, başladılar nə eləməyə? Peyğəmbər-i Əkrəmi bizi öldürdü, şahi yaydılar müsəlmanlara. Müsəlmanlara ki, bu şahi yayıldı, müsəlmanların 3 hissəyə bölündülər. Daha doğrusu 4 hissəyə bölündülər. Bir dəstəsi əllərini açdırlar müşriklərə ki, onlar az bir qism idi, biz qələt eləmişik. Üstən Peyğəmbər öldüklərdə hər şey, biz qələt olmaq. Bir dəstəsi Mədinəyə qaçdılar.
Üz götürdülər Mədinəyə. Bir dəstəsi oturdular ki, neyniyək biz? Şimdi döyüş gedir, xarabla, neyniyək? O tərəfə gedir, yerimiz yoxdur, öldürəcəklər bizi. Mədinədə də yerimiz yoxdur, xüsusən bu mühacirlərin bəziləri idi. Tarixlərdə var ki, çox acınacaqlı bir tarixdir. Hətta Həzrət Əmir əleyhissalamdan da bu rivayətlər tarixdə gəlir. Bəzi rivayətlərdə ən azı 3 nəfər yazırlar. Çoxu yazan budur ki, 9 nəfər, 12 nəfər əcədən yazan olur. Yəni, 15 nəfər, 20 nəfər yazan tariximiz yoxdur bizim. Çox təəssüf ki, bunlar İslam Peyğəmbərinin yanında dayandılar, canlarını sifər edənlər İslam Peyğəmbərdir. Və onların içində adları gələn tarix kitablarına baxın, sonradan İslamda xəlifə kimi tanınanların heç bir adı orada yoxdur. Çox təəssüflüdür. Onlardan biri Əli əleyhissalam idi, biri Miqdad idi. Dedin, açın onların adlarını bir baxın, gör kimlər idi. Və bunun da bu dediyim ki, Uhud müharibəsi Şəvval ayının 7-si başladığında sübh namazından sonra. Sübh namazından sonra Uhud müşriklər tərəfindən yenə rəcəz oxumaq çıxdılar. Tək bir nəfər çıxdı. Adı var, zamanın pəhləvanı idi. Rəcəz oxudu, bunun qabağına Həzrət Əli çıxdı. Onu cəhənnəmə vasitələndi. Yazırlar, dalıyla 3 nəfər tək-tək gəldi. Həzrət hamısını bir-bir cəhənnəmə vasitələyəndən sonra döyüş ondan sonra başlayır. Və o cürdə dünya. Bu ikinci mərhələdə problemlərdən biri də budur. İslam Həmzə kimi şəxsiyyəti Bədirdə itirdi. Və şəhid olundu və Muaviyyənin anası. Muaviyyənin anası Hində Həmzənin yardı, ürəyini çıxartdı, çeynədi. Və indi görürsünüz ki, bu işitçilər hansı xətti gedirlər, YouTube-da zətdə də var da bunların o vəhşi cinayətdə. Yəni bunlar burada olar. Muaviyyənin mamasının yolunu gedənlərdilər. Yəni xət bilinir kimdir. Bugün xət tanınır. Eynən Uhud müharibəsidir. Diyanlıq üzbözə. Və Həzrət Əli əleyhissalamın o vaxtaycan adi bir qılıncı var idi, o qılıncı Uhud müharibəsində sınır. Əhl-i sünnət mənbələrində də var, mən nə qədər istəsiz bunu mənbəyə getirə bilərəm. Şia mənbərlər ki, maşallah çoxdur, göydən, o birinci mərhələdə, göydən Həzrəti Cəbrailin vasitəsindən qılınc gəlir, Həzrəti Rəsula təqdim olunur, Həzrəti Rəsul verir Həzrəti Əli əleyhissalama həmin məşhur olan Zülfüqar qılıncı, o iki başlı qılınc. Ki oradan o hədis ki, la fəta illa Əli, la seyfə illa Zülfüqar. Bu bəzilərinə bunu əgər o ki, bəzilər İbn Teymiyyəni tənqid edirlər. Amma İbn Teymiyyənin hər kəs yerində olsa məcburdur. İbn Teymiyyə biz bu yolu, şeytan yolunu qəbul edəmişiksə, şey kimi, əgər biz o hədisi qəbul edəsək səhihdir, desək düzdür, yəni bizim bütün böyüklərimiz hamısı hava, hamısı boş. Neyniyək? Neynəməyin cavabı odur ki, bizdə harada o hədis burada, ona görə Minhacü sünnəsini açın, İbn Teymiyyənin başda harada Əli əleyhissalamın şə'ninə, fəzilətinə hədis daifun, mavda, uydurmadır, zəifdir, hamısı
Niyə? O hədislərin hamısı xilafətə işarədir. Yəni, o hədislərin birini bir adam qəbul eləsə, yəni, o zaman qurulan bütün xilafət sisteminin hər birini hamına gəlib. Yox, deməli, qayıtmalı da Əli əleyhissalamın məktəbinə, qapısına. Deyirək ki, bir şeytanıqsa, şu kimi şeytan olar. Ona görə o hədisə də deyir zəif. Onu da işim yox. Və bunlardan biri də budur ki, indi o ki dedim, müsəlmanlar neçə bölündü. Müsəlmanların o şücaətli olmaması həmin döyüşdə. Müsəlmanların imanların zəifləməsi, dünya, axirətə güc gəlməsi, dünyavi istəkləri. Səbəb olur, Uhud müharibəsinin ikinci hissəsində müsəlmanlar uduzurlar. Müsəlmanlar uduzurlar. Əcibdir, Əhl-i Sünnət mənbələrində də var, xanımlardan biri Mədinədən gəlmişdilər. Onlardan biri deyir, Peyğəmbər ölüb. Ay, adını kişi olanlar, müsəlmanlar orada müraciət edir, qaçanlar. Hara qaçırsınız? Peyğəmbər ölüb, Peyğəmbərin ki, Allahı ölməyib. Siz məgər Peyğəmbərin Allahını qəbul eləməmişdiniz? Bəzilər başını salır, aşağı dönürlər döyüş meydanına. Baxın, yenə deyirəm, Uhud müharibəsini bir adam incələyəndə kimin kim olması da orada məlum olur. Və bu döyüşün səbəbi bir budur ki, İslam Peyğəmbərini məsum qəbul eləməməkləri. Dildə məsum qəbul edib, əməldə qəbul eləməməkləri. Bu səbəb oldu müharibəni uduzmağına. Elə biləm, bu qədər kifayət edər. Elhamdülillah Rabbil Alemin. Sallallahu aleyhi ve sellem. Muhammed.